Xocavəndə yola salınan 43 ailə, ümumilikdə 191 nəfər mənzil başına çatıb. Mənzil başına çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. Uzun illər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşan sakinlər doğma torpaqlarına qayıtmağın sevincini yaşayırlar. Ailələr göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Bugünkü günü elə bir sevinçli gündür ki, bu sevinçli günü biz şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq, hərbiçilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı, hərbiçilərimizə Allah qorusun, Ali Baş Komandan Allah qorusun ki, bugünkü günü bizə qismət elədi. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, prezidentimizin canını sağ eləsin ki, biz öz torpağımıza, elimizə, obamıza qayıdırıq. Mən buradan çıxanda mənim 6 yaşım vardı, indi 41 yaşım var. Mənim oğlumun, balaca oğlumun 11 yaşı var, böyük oğlumun 16 yaşı var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə 88 nəfər, Quzey Xırban kəndinə 13 ailə 61 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə 42 nəfər köçürülüb.